Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat istintaq tədbirləri zamanı Balakən rayon icra hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahidoğlunun həmin vəzifədə işlədiyi müddətdə mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranıb. Məlumata görə müəyyən olunub ki, İslam Rzayev fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəyib, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməyib. Eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alıb. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində cinayət işi başlanılıb. İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və təkrar rüşvət alma maddələri ilə məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.